Salam əziz şagirdlər, hər birinizi salamlayıram. Bugün sizinlə Şahin İbrahimovun Respublika Fənn müsabiqəsinə hazırlıq kitabından bəzi sualların və eləcə də kimya iş dəftərindən bəzi sualların izahını bölüşəcəm. İlk öncə 27-ci suala baxaq. Hidrogen və metan qarışığına artıqlaması ilə oksigenlə təsir etdikdə baş verən reaksiyanın tənliyini yazmağımızı istəyir. Birinci növbədə söz tənliyini, daha sonra isə bu reaksiyalar üçün ümumi olan ifadələri müəyyən etməliyik. Deməli, hidrogen və metanın oksigenlə, hidrogenin oksigenlə qarşılıqlı təsirindən əmələ gəlir su. Burada ilk öncə biz reaksiyanı bərabərləşdirməliyik. Sağ tərəfə diqqət yetirdik, sol tərəfə diqqət yetirdik. 2 oksigen atomu görürük. Sağ tərəfdə isə 1 oksigen atomu var. Hidrogen atomları bərabərdir. Bunun üçün mən ilk öncə suyun əmsalını 2 yazmalıyam. 2 yazdıqda 2 vurulsun 1, 2 oksigen atomu, 2 oksigen atomu, oksigenlər bərabərdir. Lakin hidrogenlər isə sağ tərəfdə 4 hidrogen atomu olur, sol tərəfdə isə 2-dir. Mən hidrogenin əmsalını 2 yazıram və bərabərləşirlər. Deməli, ikinci reaksiyaya baxaq. Metan üzərinə gəlsin oksigen. Metanın yanmasından da əmələ gəlir karbon qazı və su ayrılır. İndi biz diqqət yetirək. Burada neçə hidrogen atomu var? 4 hidrogen atomu var. Ona görə də mən suyun əmsalına 2 yazıram ki, 2 vurulsun 2 hidrogen atomları bərabər olsun. Daha sonra burada bu iki həm hidrogenə, həm oksigenə aid olduğu üçün 2 vurulsun 1, 2 oksigen atomu burada. 2 oksigen atomu da karbon qazında. Cəmlədikdə 2 üzərinə gəlsin 2 edir 4. Ümumilikdə 4 oksigen atomu var. Burada da 2 yazıram. Oksigenin indeksinə 2 vurulsun 2. Sağ və sol tərəfdə oksigenlərimiz də bərabərləşdi. Və kimyəvi reaksiyalar üçün ümumi olanları müəyyən edin. 1. Kimyəvi reaksiyanın getməsi istiliyin ayrılması ilə müşahidə olunur. Bəli, biz demişdik ki, əksər birləşmə reaksiyaları eksotermikdir, yəni istilik ayrılır. Baxın, bu reaksiya birləşmədir, yəni bir maddə alınıb. Və aşağıdakı da yanma reaksiyasıdır və demək olar ki, yanma reaksiyalarının əksər faizi eksotermik olduğuna görə +2 istilik ayrılır. Bir doğrudur. 2 eksotermik reaksiyadır. Bəli, hər iki reaksiya eksotermikdir, çünki istilik ayrılır. 3 yanlışdır, endotermik reaksiyadır. Yanlışdır. Endotermik reaksiyalar -2 istilik udulur. 4-ə diqqət yetirək. Reaksiya zamanı su alınır. Bəli, doğrudur. Hər iki reaksiyada görürük ki, su alınır. Deməli, düzgün ifadələr 1, 2 və 4-dür. Yəni C variantı. 29-cu suala baxaq. 29-cu sualda bizə şəkil verir və şəkilə əsasən bildirilir ki, qırmızı rəng oksigen atomlarını, göy rəng isə azot atomlarını bildirir. Bu zaman reaksiyanın söz sənliyini yazıb. Deməli, şəkilə diqqət yetirək. Əgər qırmızı rəng oksigeni bildirirsə, burada görürük ki, 2 oksigen atomu vardı qırmızılar. O2. Düzdür, bunu yazdım. Daha sonra həm də bir göy və bir oksigen, bir göy, bir qırmızının birləşməsindən əmələ gələn birləşmə var da. Göyümüz deməli azotdur, ağımız da, qırmızımız da oksigen, yəni NO. Birləşdikdə NO əmələ gətirir də. NO. Deməli bu maddələr arasında reaksiya baş verir və reaksiya nəticəsində bura baxın. Bir göy, 2 qırmızı maddə. Yəni bir göyümüz nədir? Azot, N, 2 oksigenimiz NO2. NO2 alınır. Deməli, biz gəlin reaksiyanı bərabərləşdirək. Deməli, sağ tərəfdə bir azot atomu, sol tərəfdə də bir azot atomu, azotlar bərabərdir. Lakin oksigenlərimiz isə fərqlidir. Buna görə də mən sağ tərəfdə NO2-nin indi əmsalına 2 yazıram. 2 azot atomu var. Burada da NO-nun əmsalına 2 yazın. Azotlar bərabərləşdi. Burada 2 vurulsun 2, 4 oksigen atomu var. Burada da 2 oksigen atomu burada, 2 də burada. Ümumi oldu 4. Deməli, reaksiyamız sağ və sol tərəflər bərabərdir. Reaksiya soruşulur ki, hansı nisbətdə gedir? İlk öncə biz reaksiyanın aşağı hissəsində reaksiyanın öz əmsallarının nisbətini yazırıq. 2, 1, 2 nisbətindədir. Və bizdə burada, indi gəlin sayaq, neçə qırmızı elementimiz var? 1, 2, 3, 4 molekul qırmızımız. Yəni 4 molekul nə var? O2 var. 4 molekul O2. Oksigenin üzərində yazıram 4 molekul. Yəni şərtin bizə verdiyi 4. NO isə 1, 2, 3, 4, 5, 6, 7, 8 molekuldur. 8 molekul deməli nə var? 8 molekul NO-muz var. Üzərində yazıram 8. Və baş verən reaksiyanın nəyi soruşur? Reaksiya hansı nisbətdə gedir? Həqiqətən də baxırıq ki, 2-nin 1-ə nisbəti 8-in 4-ə nisbətinə bərabərdir. 8-in 4-ə nisbəti. Deməli, nisbət necədir? 2-nin 1-ə, yəni A variantı. Növbəti 31-ci suala baxaq. 31-ci sualda bizə göy və ağ rəngli maddələr arasında reaksiya verilmişdir.
göy rəngli azot, ağ rəngli hidrogen təsvir olunmuşdur. Deməli görürük ki, göy rənglə 2 atomdur, 2 atomdan ibarətdir. N2, ağ rənglədəki hidrogen H2. Reaksiya getdi, amoniak alınır. Reaksiyanı gəlin bərabərləşdirək. 2 hidrogen atomumuz var, 3. 2 və 3-ü ortaq olaraq 6-ya gətirə bilərik. Bunun üçün hidrogenin əmsalına 3 yazıram. Amoniakın əmsalına da 2 yazıram. 2 azot atomu, 2 azot atomu reaksiyanın sağ və sol tərəfləri bərabərdir. İndi diqqət yetirək. Bizə bu reaksiyanın əmsalları, molekul nisbətləri necədirsə yazıram. 1, 3 və 2 nisbətindədir. İndi bildirilir ki, maddələr arasında uyğun olaraq 1-3 nisbətində baş verirsə, sual işarəsinin yerinə nə yazılmalıdır? Və indi biz diqqət yetirək. Burada göy rənglə azot təsvir olunub. 1, 2, 3 molekul göy var burada. Görürsünüz 3 molekul. Göy rənglə də azot təsvir olunub. Azotun üzərində yazıram 3. Ağa baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 molekulda hidrogenimiz var. Bunu da yazdım. İndi deməli biz baxaq ki, reaksiyanın nisbətləri deməli və bu zaman tam sərf olunarsa neçə molekul yeni maddə əmələ gələr. İndi diqqət yetirin uşaqlar. Əgər 1 molekul azotumuz sərf olunanda neçə molekul amoniakımız əmələ gəlir? 2 molekul amoniakımız əmələ gəlir. Bizdə burada deyir ki, 3 molekul azot sərf olunanda və bu reaksiyaya əsasən 3 molekul sərf olunubdur. Bəs 3 molekul sərf olunanda nə qədər amoniak əmələ gələr? 3-də x. X bərabərdir 3 vurulsun 2, yəni 6 mol və yaxud da molekul. Ona görə də düzgün cavab variantı D variantıdır. 33-cü suala baxaq. 33-cü sualda bizə ağ və qırmızı molekullar arasında, elementlər arasında reaksiya göstərilib. Ağ rənglə deməli hidrogen təsvir olunub. Qırmızı rənglə isə oksigen və reaksiyanın tənliyini yazıram, sualını, reaksiyanı bərabərləşdirirəm. Bərabərləşdirdikdən sonra görürəm ki, reaksiya molekul nisbəti 2, 1, 2 kimidir. İndi bizə şərtdə isə nə verib? 10 molekul hidrogen verib. Baxın, hidrogen nə ilə təsvir olunub? Ağla. 10 hidrogen. Qırmızıdan isə 7 molekul isə qırmızı oksigen verilib. Və reaksiya nəticəsində görün H2O əmələ gəlir. 2 dənə burada görürsünüz qırmızı molekul artıq qalıb. Qırmızımız nə idi? Qırmızı oksigen idi. Deməli 2 molekul oksigenimiz artıq qalıb. İndi bizə şərtə baxın. Artıq qalan maddənin, yəni 2 molekul oksigenin sərf olunması üçün neçə molekul digər başlanğıc maddədən lazımdır. Biz isə bilirik ki, bu reaksiyaya əsasən 1 molekul oksigen sərf olunanda, neçə molekul hidrogen sərf olunur? 2 molekul hidrogen sərf olunur. Bəs bizdə indi artıq qalan maddəmiz 2 molekuldur. Bəs 2 molekul oksigen deməli sərf olunanda nə qədər hidrogen alınır? X. X bərabərdir 4 molekul O2. H2 daha doğrusu. Düzgün cavab variantı D variantı. 11-ci suala baxaq. 11-ci sualda bizə şərtdə verilir ki, arqonun 3 izotopu var. Kütləsi 38, 36 və 40 olan izotopları. 38 izotopunun yayılma faizi 10-dur. Ona görə də biz ümumiyyətlə izotopların yayılma faizini, kütləni vurub yayılma faizinə bölürük 100-ə, bərabər eləyir orta kütlə ədədinə. 38-i vururam 10%, yayılma faizinə, üzərinə gəldirəm. Digər 2 izotopun yayılma faizini bilmədiyim üçün birini X, birini Y ilə işarələyirəm. Daha sonra biz bilirik ki, əgər birinin yayılma faizi 10-dursa, faizlərin cəmi 100 verməlidir. Deməli, digər ikisinin yayılma faizi, yəni X, Y-in cəmi 90 eləməlidir. Buradan da X-i tapsam, X də bərabər olur 90 minus Y-ə. Sonra aparıb tənlikdə 90 minus Y-i yerinə qoyuram. 380 üzərinə gəlsin 36X, üzərinə gəlsin 40Y, bərabərdir 3940-a. 380 üzərinə gəlsin 36 vurulsun X-də, X-in yerinə 90 minus Y yazıram. Üzərinə gəlsin 40Y, bərabərdir 3940-a. Buradan tənlik alınır. Tənlikdən Y-i tapıram. Y bərabər olur 80-ə. X və Y-in cəmi 90 olduğu üçün Y 80 edirsə, deməli, digərinin yayılma faizi də 10%-ə bərabərdir. Bizdən 40-ın yayılma faizini istəyirdi. Yəni Y-i, o da bərabərdir 80%-ə.